Sizler salam necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Gördüyünüz kimi yenə bir tüm bağlaması var. Pilatesdən gəlmişəm. Əslində saçım başım falan pis gündəydi. Biraz make-up'ımı təzələdim. Sizin üçün liner falan istifadə elədim ki, belə çirkin görsəməyim. Bu aralar make-up'larımı çox bəyənməsəm də, axşam edilən make-up'lar və yaxud da axşam çox edilən make-up çox qəşəng görsənir. Bunu deyə bilərəm. Saçlarım necədir bu arada? Keçən həftə demişdim, saçlarımı kəsmişdim. Ümid edirəm ki, bəyəndiniz. Bu arada saçlarım tökülür. Belə, fəsil dəyişikliyi ilə bağlı. Şükür Allah, bu aralar dayanıb artıq. Və çalışıram bu momentlərdə quru şampunlardan da istifadə eləməyim. Mən də hər fəsil dəyişəndə saç tökülməyə başlayır. Bir müddətdən sonra düzəlir. Neyse, başlayırıq. Buradan deməli nələr var? Dırnaq məhsulları var. Yadınızdadırsa, part 1 çəkmişdim dırnaq məhsulları olaraq. Bu da part 2'dir. Məhsullara baxmamışam. Sözün açığı, bəlkə bir 3 gündür gəlib solun üstündə qalıb, amma işlərimlə əlaqədar olaraq ya pilatesə gedirəm, ya əlavə özəl dərsim olur, ora gedirəm. Ona görə baxa bilməmişəm. Gəlin elə birlikdə açaq. Bu bilirəm nədir. Üstünə bilirəm, çünki bir dəfə də sifariş vermişdim, amma daha az olanı açdım. Belə bir şey bağlamış. Yaxşı bağlamışdı, paketləmişdi. Neysə. Belə gözəlçələr var. Belə gözəlçələr. Burada neçə ədəd var? Burada 12 ədəd var və içində belə bir maqnit də var. Bildiyiniz kimi bu Pirşi Catch Eye deyilən rənglərdir. İçində belə zərlər, dəmirlər olur. Və o dəmirləri belə fərqli dizaynlar vermək üçün belə maqnitlərdən istifadə olunur. Gəlin rənglərə baxaq. Belədir qızlar. Çox məntiqsiz rənglərdir. Əslində heç belə görünmürdü. Biraz elə belə cansız deyə, çox ürək sıxan rənglərdir. Sizcə bəs? Şəklini qoyaram, amma mən bunları görüb almamışdım. Deməli, səhv etmirəmsə, əgər yanılıramsa düzəldin, xahiş edirəm. Səhv danışmaq istəmirəm. Deyəsən, bu cat eyes'lardan yaxşı belə verməmək üçün altına qara lak, gel lak istifadə etmək lazımdır. Mən də çalışacağım istifadə edeyim, çünki qara və ağım yox idi, onu da göstərəcəm, almışam. Burada 2 dənə nəsə var. Deməli, bu ağ qara olan 100%. Hə, odur. Bu ağ gellakdır, bu da qara gellakdır. Sizə deyim, Woki firmasındandır. Belə. İstifadə eləyəcəm. 37 nömrə ağdır, 36 nömrədə qaradır. Tərifləmişdilər, görək necə olacaq. Bunlara nə deyirlər? Pəri tozu kimidir də, belə. Məndə bu rəng var idi. Ağ rəngdə olan pəri tozu var idi və istifadə eləmişdim. Dırnağıma çox bəyənmişdim. Ümumiyyətlə, təkcə ağ rəngin üstünə yox, bir neçə dənə rəngin üstünə vururam və çox gözəl bir şey verir, görüntü verir. Sizə də tövsiyə edirəm, əgər belə parlaq dırnaqlardan xoşunuz gəlirsə almağa dəyər. Deməli, burada qızılı rəngi var, gümüşü rəngi var. Burada da belə gümüşü var. Belə ağ olan, belə əslində qızılı olan bu deyəsən, bu biraz başqa bir rəngdir. Burada da belə çəhra, bordoya yaxın bir rəngdir. 6 dənədir, kifayət qədər də yaxşıdır, qiymətli. Belə. Sonra belə bir məhsul var. Belə üzü kimi taxırsınız, lazım olanda dırnaqları belə təmizləyirsiniz. Amma çox yumuşaqdır, çox qəşəngdir, çox sıxdır. Qızlar, sonra belə bir məhsul aldım. Məncə görmüsünüz. Dırnaq ustaları bəzən bir lakdanlı deyim, məhsuldan istifadə edirlər və o məhsul elə bir məhsuldur ki, üstünə hər hansısa bir gel lakı vuranda belə yayılır, damla kimi bir şey, belə çox qəribə şəkildə yayılır. Baxın, bunun üstündə belə qeyd olunub. Mesela, belə vurursunuz, öz-özünə hərəkət edir də lak. I don't know, like in English it's blooming. Blooming nail polish glue gedir. Amma nə bilim, Azərbaycan dilində bu çiçəklənəndir. Azərbaycan dilində bilmirəm amma.
Nədir? Hə, Xeycay firmasındandır. Xeycay. Neyse, o firmadandır. Sonra çox mənə lazımıymış kimi özümü başqa bir dırnaq ustası kimi hissələdim. Belə bir professional dırnaq ustası kimi hissələdim deyəm. Belə bir məhsul aldım. Baxın, bu gellakları bunun üstünə vurursunuz. Baxırsınız ki, məsələn, kimsə gələndə, müştərilər gələndə bunları göstərirsə, da lakları bir-bir göstərirsiniz. Bura çəkirsiniz lakları. Deyirlər, tövsiyə edirlər ki, 2 qat çəkin. Nəysə. Hə, bunu desən 50 dənə olmalıdır. Bir də belə bir şey. 2 dənə də sticker. Deməli, stickerın birini yapışdıracağım laka, birini də yapışdıracağım buna. Bunun harasındansa bura falan yapışdıracağım. Hə, elə tapım. Elə nömrələrlə tapım. Məncə mantıqlı. Yəni, mən də arada əsəbləşirəm, ayaqla görüm hansı ili falan, bir otururam, baxıram. Onun sonra belə bir şey alıb baxmaq lazımdır ki, yəni sonra da mənim əsəblərimin körləmasında belə deyim. Belə bir silikon aldım. Gül olanlardır. Bu çiçəkləri çox bəyənirəm. Mən də əl qabiliyyətim olmadığına görə belə çiçəkləri də düzəldə bilmərəm deyə dedim ki, elə geli bunun içinə dökərəm, qoyaram. Lampada qurudaram və çıxardıb istifadə edərəm. Ən balaca məhsulumuz bu. Yadınızdasa kət ayızlar almışdım. Belə içində də maqnit qoymuşdular. Bu da maqnitdir, amma bu ürək yarada bilən maqnitdir. Çünki 3 bucaq kimidir. Bunu ortaya qoyursunuz. Ortaya yığışmır şeylər. Qırağa belə yığılır zərlər. Və bir ürək yaranır dırnaqda. Yadınızdadırsa, keçən videolarımın birində dırnaq məhsulu almışdım. Belə üst dizayn eləmək üçün özünüz götürürsünüz, nəsə dizayn edirsiniz. Ona xoşum gəlmədi, çünki istifadəsi çox diskomfort hiss elətdirirdi. Mən də belə birini aldım. Yəni, elə tez bazar sıxıb belə eləyə biləcəyim. Bu firmadan var. Çox asan şəkildə başlayacaqsınız. Yəni, o birisi çox da xoşuma gəlmədi deyə bunu aldım. Belə dırnağa forma vermək üçün, yəni üstündə işləmək üçün kağızlar almışdım. Yadınızdadırsa, bir videomda paylaşmışdım. O çox əslində yaxşı bir şeydir. Uzatmaq üçün dırnağı, yəni öz dırnağınız uzun deyilsə, məsələn, mən bu dəfə eləyəcəm. Belə formalı bir şeydir. Keçən həftə aldığım 4 bucaq idi belə. Yəni bu forma yox idi orada. Ona görə də mən dedim ki, yəni bu formaya baxıb dırnaq düzəltmək daha asan olar. Nəinki belə olub, içində olmayanda daha çətin olur. Yəni mən onu ölçüb biçə bilmirəm. Ona görə də belə 50'lik aldım. Mən belə fırçalar aldım. Fırçalar çox qəribədir, ucları baxın. Bunlardan güllər filan çəkirlər. Çünki baxın, fərqli hissələri kəsilib. Hə, belə 1, 2, 3, 4, 5, 6, 7, 8 ədəd fırçadır. Kifayət qədər də ucuzuydu. Görək nələr eləyəcəyik. Və bugünə qədər də hər hansı bir reklam falan yoxdur. Yəni nə qədər izləyicim var ki, bir də reklam olsun. Allahın Temu ilə belə əməkdaşlığım yoxdur. Ona görə də nə qədər nə deyirəmsə Temu ilə bağlı hamısı öz şəxsi, səmimi, real, obyektiv fikirlərimdir. Yəni baxsaz, rəy yazsaz çox sevinərəm. Yəni digər videolarda, əvvəlki videolardan. Onsuz da orada rəy yazsaz bilirsiniz də gedib baxacağam. Biləcəm ki, siz baxırmırsınız, izləyirmişsiniz. Nəysə qızlar, öpürəm sizi. Özünüzə yaxşı baxın. Bay bay. Növbəti videolar gözləyin. Hadi gedin o birisilərə də baxın. Əvvəlkilərə. Qızlar salam. Artıq o videonu çəkməyimlə bəlkə bir aya yaxın vaxt keçib. Əslində videonun ikinci hissəsi də var idi. O da başqa bir tema bağlaması idi. Amma problem oldu nəsə videoda. Ona görə də onu paylaşa bilmədim, editləyə bilmədim. Təsəvvür edin ki, o videodan sonra baxın, məhsullar bu şəkildə yastıqların üstündə ya da hardasa qalıb. Artıq bildiyiniz kimi yeni evə köçmüşük. Dedim ki, belə göstərim sizə. Yəni daha yaxından göstərim. İnanın, mən heç istifadə etməmişəm. Bəlkə də bugün dırnaq edəcəm və sizin üçün də videolar çəkəcəm. Baxın, bu üzərində hər hansı dizaynlar yaratmaq üçündür.
Bu cat eyes'lardır. Çoxlu cat eyes'lar var burada. Dediyim kimi rənglərini çox bəyənməmişəm. Amma bəlkə də istifadə etdikdən sonra dönaq üzərində tamam fərqli cür görünəcək. Sonra bu səhv etmirəmsə ağ-qara laklardır. Bəli, onlardır. Bunlar məncə çox lazımlıdır. Bu rəngi niyə görə bu qədər gec aldım? Yəni bu rəngləri bilmirəm. Bu bildiyiniz kimi şotkadır. Bunların rus dilində adını öyrəndim. Vitrka. Yəni belə gördüyünüz kimi baxın bu rənglərdir. Günün altında da göstərim, belə də göstərim. Bu arada evimdə çox gözəl vaxt keçirdirəm. Oturmuşam yerdə. Mən yerdə oturmağı bu arada çox xoşlayıram. Suyumu içə-içə lesson planımı yazıram. Evet, yoldaşım burada yatmışdı. Gördü, video çəkirəm, getdi. Sonra bu bildiyiniz kimi bayaqda göstərmişdim. Şeydir. Silikondu, düzdür, yaxşı görünmür. Bu güldən ümumiyyətlə çox xoşum gəlir. Ona görə də sevindim yəni almağıma. Bu da bu rəng, məsələn, vurursunuz dırnağın üstünə. Hər hansı bir lakı da vurursunuz. Lak belə çiçəklənir, açır. Odur. Sonra bunlar da bugün renkləməyi düşünürəm. Sonra ən balaca məhsul olan ürək yarada bilən o maqnit. Fırçalar. Bu arada gün çox gözəldir. Biz hələ də pərdələri asa bilməmişik. Çünki həyat yoldaşımın boyu çatmır. Çox uzundur, hündürdür yəni bura. Ona görə də günün altında bir təhər oldu. Payız günəşi olmamalıydı yəni. Bu da Farmagel üçün səhv etmirəmsə elə gedir adı olan belə forma kağızlarıdır. Belə qızlar, bitdi. Bunlar idi. Dediyim kimi mən aylar əvvəl də çoxlu dırnaq məhsulları almışdım. Bundan əvvəlki sifarişlərimdə də var idi. Amma onu yükləyə bilmədim. Amma aylar əvvəlkində bilmirəm yükləmişəm, yorunu da yükləməmişəm. Amma ümumi bir video çəkəcəm. Yəni Temudan hansı dırnaq məhsullarını ala bilərsiniz və s. onlardan. Gəlin sizə bir şey göstərim. Deməli, mənim belə bir dırnaq məhsulları qutum var. Düzdür, o yeni aldıqlarım buraya yerləşməyəcək. Amma demək olar çox şey buradadır. Yəni burada nələr var, nələr də qızlar. Hər şey var, hər şey. Bilirsiniz, bir çoxunu birlikdə videolarda açmışıq. Yəni çoxunda istifadə etmişəm. Artıq kifayət qədər də fikrim var bu məhsullar haqqında. Bəlkə də bugün vaxtım olsa, bugün çox işim var. Sözünü açığı, məsələn, gəlin buranı bağlayım, gedək. Bugün deməli güllərimi sulamalıyam. Sonra lesson planı yazmalıyam. Bir dənə lesson planı yazmışam, ikincisi qalıb. Sonra make-up eləməliyəm, üzümə baxmalıyam falan. Üzüm çox bu arada pis vəziyyətdə, üzümlə çox oynayıram. Yəni belə olanda da mikrob yayılır üzə. Yəni barmağımla çox belə didirəm də onu. Buralar göstər istəyirəm danışım sizinlə. Sonra nə etmək istəyirəm? İstəyirəm asan xidmətə gedim. Asan xidmətdən sonra istəyirəm neyim? Nəsə gecikirəm asan xidmətə. Moskva univermağına getməliyəm. Bacıma bir almamalıyam, amma bir neçə şeyin qiymətinə baxmalıyam. Düşünürəm onu Instada səhifələrini tapıb da eləmək olar. Yəni ora getməyin yeri yoxdur, çünki ona vaxtım olmayacaq. Sonra bir YouTube videom var, onu editləməliyəm. Əslində Sephora alış-verişlərimin bir hissəsi gəlib çox yaxşı şəkildə. Amma 3 bağlamam var ki, onlar gəlməyib. Biri çox geç gələcək, amma ikisi gəlsə düzəldəcəm. Sonra bunları düzəltməliyəm. Bildiyiniz kimi bu şeyindən almışdım, qırıq gəlmişdi. Bu yaxınlarda da bu Kətkin paletim, göstərən paletim yerə düşüb. 2 dənə ən yaxşı sevdiyim, yəni tenlər qırıldı. Onları düzəldəcəm. Sonra Rare Beauty'mdə qırılmışdı, onu da düzəltmişdim. Bunlar Sephora'dan gələn sifarişlərdir. İçində düzdür faz şeydi, amma içi mənim Sephora və Şevlə məhsullarımdır. Yəni iş çoxdur, hədsiz çoxdur. Sonra nə edəcəm? Thumbnail hazırlamalıyam. Bax, hal-hazırda yükləyəcəyim videoya. Bura baxmıram, pis gündədir.
Hə, qablar var, yemək var, yemək falan bişirməliyəm. Həm sabah həyat yoldaşıma bişirməliyəm. Qablar heç ömür boyu dolu olur. Hə, gördüyünüz kimi burada da çiçəklərimi, börəklərimi buraya yerləşdirmişəm. Sabah da dərs var, zəhlim gedir dərsdən, zəhlim gedir işdən. Artıq necə ifadə edeyim bilmirəm. Ama işte nefret ediyorum. Pencerelerde ya da günlüklər vura bilsəydik çox yaxşı olardı. Çünki yanıram. Çox istidir. Sağ olun anda qızlar. Yəni düşünürəm ki, hər şeyi göstərdim. Siz də videonu bəyənməyi, abunə olmağı, rəy yazmağı unutmayın. Çalışacağım ki, yəni sizə də xeyir olan videolar paylaşım, yəni lazımsız videolar paylaşmayın. Makyajla bağlı, məhsullarla bağlı, Temu məhsulları, make-up məhsulları fərqi yoxdur. Bu arada çox yaxşı indirimlər var bir çox yerdə. Zara'da olacaq, çalışın Zara İspaniyadan qeydiyyatdan keçin, orada çox uyğunadır. Məsələn, burada 130-150 alacağınız məhsul orada 70-80 manatadır. Nə bilim, gratisdə endirimlər var. Düzdür, gratisdə Türk nömrəsi lazımdır, onu keçin. Sonra nə lazımdır? Sonra, hə, Sephora'dan da hər hansı bir kargonun İngiltərə, Amerika adresini yazırsınız. Çox uyğun şəkildə Azərbaycanda 80-90 manata satılan məhsullar siz 40-50 manata ala bilərsiniz. Bəlkə ondan da ucuz. Yəni orijinal məhsullarınız olsun, lüks məhsullar olsun, amma uyğun qiymət olsun deyirsinizsə Sephora'nın özündən alın və Sephora'nın saytına girsəz, Sephora USA yazırsınız. Orada fərqli markaların fərqli vaxtlarda endirimləri olacaq. Onlardan mütləq yararlanın. Səhv etmirəmsə Trendyolda olacaq, amma mən bilmirəm, bəlkə Trendyoldan heç nə almadım. Nəysə qızlar, yəni yaxşı yerlərdən alın, gedib mağazalardan 3-5 qat daha baha almayın. Sizi sevirəm, çox sağ olun. Bundan əvvəlki köçmə videomu ümid edirəm ki, bəyəndiniz. Rəylər yazmağı unutmayın. Sizi çox sevirəm, sağ olun.